Biz bugün şücaətin bariz nümunələrini müşahidə edirik. İndi Allah ordusu dünyada şücaət necə olur, dünya səviyyəsində bütün dünya əhlinə göstərir. Ki, dünya bilsin ki, şücaət necə şeydir. Həmişə göstəriblər, bəli, bunu Hizbullah göstərib, bunu Həmas göstərib, bunu tarixən İslam qoşunları, ordusu göstəribdi, bunu Səffeyindəli şiyələri göstəribdi, bunu Nəhrəvanda göstəriblər, həmişə olubdu. Amma indi bugünkü yaşayırıq, Allah ordusu şücaət nə deyilən bir şeydir. Onu dünya səviyyəsində göstərir. Bir balaca başı çıxan bilir ki, dünyada vəziyyət nə cürdür. Şiyələr necə həm müsəlmanlar tərəfindən, həm də zalim qüvvələr, kafirlər tərəfindən ətraflarında bazalarla necə zülmlərə məruz qalıblar. Allah ordusu dünyanın hegemonları qarşısında bu qədər dünya səviyyəsində böyük orduya sahib olan güclər qarşısında dayanmır, sözün deyir, zilləti qəbul etmir və əksinə böyük zərbələr vurur.